Amerika kəşfiyyatı son illərdə Çin prezidenti Si Jinpingdə həddindən artıq paranoya müşahidə edib. Yenavaz.com xəbər verir ki, bu barədə The New York Times qəzeti Amerika kəşfiyyatının məlumatlarını istinadla xəbər yayıb. ABŞ kəşfiyyat analitiklərinin fikrincə, Çin prezidenti Si Jinping son illərdə həddindən artıq paranoya əlamətləri göstərib. Nəşr yazıb ki, Si Jinping təxminən 14 il əvvəl dünyanın ən çox əhaliyə malik super gücünə rəhbərlik etdiyindən bəri Çin Kommunist Partiyasının sıralarını darmadağın edib. O, hakim məmurları, təhlükəsizlik rəsmilərini və qırmızı aristokratiyanın yetirmələrini vəzifədən kənarlaşdırıb. Lakin hətta bu standartlara görə belə onun son təmizləmə əməliyyatı diqqətə layiq olub. Nəşrin ekspertləri Çin Mərkəzi Hərbi Şurasının sədr müavini, Si Jinpingin yaxın siyahdaşı hesab edilən general Zhang Yuxiya, eləcə də Çin Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi general Liu Zhenliyə qarşı cinayət işlərinin açılmasını da bununla izah edirlər. Bu hadisələr Vaşinqtondakı rəsmilər və analitiklər arasında təşvişə səbəb olub. Belə ki, The Wall Street Journal qəzeti generalların ABŞ-yə cəsusluq etməkdə və nüvə sirlərini ötürməkdə ittiham olunduğunu bildirib. Lakin qəzetə danışan keçmiş və hazırki rəsmilər Pekinin ittihamlarını təsdiq etməyiblər. Onlara qarşı irəli sürülən başqa bir ittiham isə korrupsiya ilə bağlıdır. New York Times yazır ki, ABŞ hökumətinin Çin ordusundakı təmizləmələrin səbəblərini və Çin liderinin ruhi sağlamlığını anlaması çox vacibdir. Çünki o, dünyanın ən güclü ordularından birinə komandanlıq edir və qlobal iqtisadiyyata təsir göstərir. Mənbələrə görə Çin lideri paranoya ilə hərəkət edə, özünü real siyasi təhlükələrdən qoruya və ya xalq azadlıq ordusunda korrupsiyaya qarşı mübarizə apara bilər. Analitiklər hesab edirlər ki, Si Jinpingin paranoyaya meyli onun liderliyinin xarakterik xüsusiyyətidir və bu onun hakimiyyətini möhkəmləndirməyə və uzun illər hakimiyyətdə qalmağa kömək edir.